Bal tərkibi müxtəlif vitaminlər, minerallar, amin turşularla zəngin olan çox dəyərli qida məhsuludur. Təbii bal arıların bitkilərin çiçəklərindən, şirələrindən əldə edərək, onları öz müxtəlif fermentlərlə zənginləşdirərək əldə olunan bir məhsuldur. Balın rəngi açıq sarıdan qəhvəyə qədər dəyişə bilər ki, bu da onun tərkibindəki pigmentlərdən asılıdır. Balın təbiiliyini, keyfiyyətini və təhlükəsizliyini yoxlamaq üçün laboratoriya şəraitində müxtəlif göstəricilərə baxılır. Bir sıra göstəricilər vardır ki, yalnız bunların kombinasiyasından bu göstəricilərin nəticələrinə görə biz balın tərkibi və onun keyfiyyəti barəsində fikir söyləyə bilərik. Bunlardan əsas göstəricilər balın tərkibi, diastaza ədədi, prolin miqdarı, hidroksimetilfurfurolun miqdarı, eyni zamanda onun təhlükəsizliyini göstərən göstəricilər isə dedikdə isə balın tərkibində olan arılar üçün istifadə olunan müxtəlif baytarı preparatlarının qalıqları, ağır metallar, pesit və digər çirkləndiricilərin qalıqları nəzərdə tutulur. Məsələn, prolin dedikdə biz balın tərkibində olan əsas komponentlərdən, əsas göstəricilərdən biridir. Prolinin miqdarı nə qədər yüksək olarsa, bu balın bir o qədər keyfiyyətli olduğunu göstərir. Eyni zamanda diastaz ədədi və hidroksimetilfurfurol barəsində söyləyə bilərik ki, bu göstəricilər balın həm keyfiyyəti barəsində, eyni zamanda onun düzgün saxlanılıb saxlanılmaması barəsində bizə məlumat verir. Əgər bal uzun müddət düzgün şəraitdə saxlanılmazsa və istiliyin təsirinə məruz qalarsa, bu zaman onun tərkibində olan şəkərlər parçalanır və şəkərlərin parçalanması nəticəsində də hidroksimetilfurfurolun miqdarı artır. Bunu biz həm də balın saxtalaşdırılması zamanında müşahidə edə bilirik. Çünki bu zamanda bal yüksək temperatura məruz qalır və onun tərkibində olan şəkərlər parçalandığına görə hidroksimetilfurfurolun miqdarı artır. Bəzən müxtəlif kustar üsullarla balın təbiiliyini yoxlamağa cəhd edirlər. Dediyim kimi, yalnız laboratoriya şəraitində müxtəlif üsullarla laborator analizlər aparılaraq onun keyfiyyəti və təbiiliyi barədə fikir söyləyə bilərik.